O səhv, yanlış yanaşmaların ucbatındandır ki, biz artıq Tacikistana məğlub oluruq. İndi gələk Tacikistana o Belarusda keçən çempionata. Bax, bu çempionatda mən 3 dəfə çıxış eləmişəm. Dəyərli izləyicilərimizə giriş olaraq bildirim ki, U18 komandamızdan söhbət gedir. U18 milli komandamız Belarusda turnirdə olub və turnir çərçivəsində Belarusu yalnız 1-0 hesabı ilə həm yaşlılarını məğlub edib. Gedişatda Rusiyaya da böyük hesabla məğlub olmuşuq. Özbəkistana məğlub olduq, Tacikistana məğlub olduq. İndi mən bir fakt deyim sənə, xanımla. Deməli, mən bu turnirdə 3 dəfə çıxış eləmişəm. 3 dəfə. 89-cu illərlə, 90 və 91-ci illərlə bu turnirdə oynamışam. Çox yaxşı turnirdir. Belarusda keçirilir. Hər il qış aylarında olur. Deməli, bu nə dərəcədə uyğundur, əslində bu çəkəcəyim məsal primer olaraq, yəni indiki gənc futbolçulara belə olmağı tövsiyə eləmirəm. Amma biz bugün Tacikistana məğlub oluruq. Yəni Tacikistanı da belə deyək də, futbol olaraq aşağılamıram. Sadəcə bu günləri biz Tacikistana məğlub olmamalıyıq. Yəni futbol olaraq, ölkə olaraq. Nədir məsələ? Məsələ ondan ibarətdir ki, məsəl üçün bu turnirlərin birində getmişik turnirə, səhər 10-da oyunumuz var idi Moldova ilə. Moldova komandasından oyunumuz var idi, səhər 10-da oyun idi. Neysə, mənim otaq yoldaşım təklif elədi ki, gəl çıxaq çölə. Danışmısan, bəlkə adında deyəsən. Yox, adını deməyim, yaxşı deyil. Tanıdığımız adlardan deyəkin ki. Yox, bəlkə çoxlar da tanımır. O çox istedadlı bir insan idi. O sonradan müəyyən səbəblərə görə futboldan uzaqlaşdı. Neysə, mənə dedi ki, gedək gəzək Minski. Gecə də saat 10-11 olar. Mən də dedim, yox, səhər oyunumuz var. Yəni, hara gedirik də, ehtiyac yoxdur. Yoğun gələcəyik, səhər oyunumuz var. Mənə qayıtdı dedi ki, sən dilə danışsan Moldova oynayırıq da, çıxıb 5 dənə vuracağıq. İndi, bu əslində düzgün bir şey deyil. Yəni, o futbolçunun gecə vaxtları çıxıb rejimi pozması bu düzgün deyil. Sadəcə bugünkü reallığımızdan görüb mən bunu danışıram. Dedim, yox, mən getmirəm, mən yatacam, sabah oyunumuz var. Neysə, bu gedər 1-2 nəfər də tapar öz uşaqlarımızdan. Bunlar çıxıb gediblər gecə. Səhər saat 8-in yarısıdır, 8-də elə bir ki, səhər yeməyi yiyib birbaşa oyuna gedirik də. Durdum ki, otaqda yoxdur. Biraz qorxdum. Dedim, bu hala qalıb, gecə gediblər Minskə, indi başlarına nəsə gəlib eləyib. İstəyirəm gedən məşqçilərə deyəm, qorxuram deməyə nəsə də. Deyək ki, sən niyə qoydun geçsinlər? Nəysə, düşdük aşağı yeməyə, gördüm, bunlar oradadılar. Ürəyim sakitləşdi ki, gəliblər də. Birbaşa elə bir ki, səhər yeməyinə gəliblər, səhər yeməyinə. Nəysə, gəldim, dedim, oradasınız, indi gəlmişsiniz, deyir, bir yarım saat var, gəlmişik. Nəysə, getdik, gəzdik, elədik, ora-bura, nəysə, tıf-tıtalara girmirəm. Nəysə, çıxdıq oyuna, o həmən gedənlərdən biri 2 qol vurdu, birini də başqası vurdu, 3-0'dı oyunu, Moldovanın. Bax, inandırım səni, o futbolçular o qədər özlərinə inanlıydılar ki, yəni biz bugün Moldova ilə oynayırıq, nə bilim Belarusla oynayırıq, məsələn Litva ilə oynayırıq, fərqi yoxdur da, o MDB komandalarından söhbət gedir. Yəni biz o qədər rahat idik ki, bunları udacağıq. Təsəvvür elə, adam deyir ki, Moldovadır da, gedib gələk, çıxıb, həmən adam getdi, öz qolunu vurdu, 2 dənə qolunu vurdu. Gəldi, oyundan sonra yatdı, axşama kimi durmadı. Yəni söhbət ondan gedir ki, gəzə udduğumuz komandalardır. İndi biz bu günləri, orada çox istedadlı futbolçular var, mən onların oyunlarına baxmışam. Bugünkü oyuna baxmışam, Tacikistanla oyuna. Həqiqətən də, belə deyək də, oyunu pis keçirmədik, çoxlu epizodlarımız da var idi, qol vura bilərdik. Amma Tacikistana məğlub olmamalıyıq.